Bir gün durup dururken mesela lise koridorlarındaki adımlarınızı duyar gibi olursunuz. Mesela okulda en çok vakit geçirdiğiniz yeri hatırlarsınız. Belki bir kalorifer peteğinin yanı, belki bahçeyi en iyi gören yerdeki koridor penceresini özlersiniz belki. Belki en sevdiğiniz öğretmenin hayatta istediğiniz şeylerin peşinden koşun dediği o günleri hatırlarsınız. Oysa o dönemde sıkıntılarınız vardı. Belki büyümek için sabırsızlanıyordunuz. Hayat o dönemde de mükemmel değildi belki. Ama şimdi keşke o günleri... Geyimimiz, hüququmuz biridir, şagirdidir hamımızın adıda. Elə bil ki boyumuzda eynidir, aman Allah nə xoşbəxtlik biz onda. Bir müəllim töhmətiydi dərdimiz, bir töhmətdən niçin yanırdı. Hələ onda bilmirdik ki bunu biz bir gün necə həsrət ilə anarıq. Dünya hələ bizim üçün nağıldı, min arzuyla alışırdıq, yanırdıq. Özümüzü biz hamıdan ağır, özümüzü nə bəxtəvər sanırdıq. Məktəbilləri ömrümün ən şirin duyğulu qayğısız günləri, hər anı bir ömrə bərabər seyirli günləri, ən təmiz arzulu günləri. Məktəbilləri ömrümün ən şirin duyğulu qayğısız günləri, hər anı bir ömrə bərabər seyirli günləri, ən təmiz arzulu günləri. Hələ onda bu dünyanın şərindən, yalanından xəbərimiz yox idi. Qəm qüssəmiz, kədərimiz bir damcı, hələ onda sevincimiz çox idi. Yazılanı bir silgi ilə pozmaqdayıq, bizim üçün nə asandı, nə asan. Xəbərsizdik ömrümüzə biz hələ, taley yazan pozulmayan yazıdan. Dünya hələ bizim üçün nağıldı, min arzuyla alışırdıq, yanırdıq. Özümüzü biz hamıdan ağır, özümüzü nə bəxtəvər sanırdıq. Məktəbilləri ömrümün ən şirin duyğulu qayğısız günləri, hər anı bir ömrə bərabər seyirli günləri, ən təmiz arzulu günləri. Məktəbilləri ömrümün ən şirin duyğulu qayğısız günləri, hər anı bir ömrə bərabər seyirli günləri, ən təmiz arzulu günləri.
kaygısız günleri, her anı bir ömre beraber seyirli günleri, en temiz arzulu günleri. Mektep illeri, ömrümün en şirin duygulu kaygısız günleri, her anı bir ömre beraber sihirli günleri, en temiz arzulu günleri, en temiz arzulu günleri, en temiz arzulu günleri. Giyimimiz, hukukumuz biridir, şagirdidir hamımızın adı da. Elə bil ki boyumuzda eynidir, aman Allah ne xoşbəxtlik biz onda. Bir müəllim töhmətiydi dərdimiz, bir töhmətdən için yanardı. Hələ onda bilmirdik ki bunu biz, bir gün necə həsrət ilə anarıq. Dünya hələ bizim üçün nağıldı, min arzula alışırdıq, yanırdıq. Özümüzü biz hamıdan ağır, özümüzü nə bəxtəvər sanırdıq. Mektep illeri, ömrümün en şirin duygulu kaygısız günleri, her anı bir ömre beraber seyirli günleri, en temiz arzulu günleri. Mektep illeri, ömrümün en şirin duygulu kaygısız günleri, her anı bir ömre beraber seyirli günleri, en temiz arzulu günleri. Hele onda bu dünyanın şerinden, yalanından haberimiz yok idi. Qəm qüssəmiz, kədərimiz bir damcı, hələ onda sevincimiz çox idi. Yazılanı bir silgiyle pozmaqda bizim üçün nə asandı, nə asan. Xəbərsizdik ömrümüzə biz hələ, taley yazan pozulmayan yazıdan. Dünya hələ bizim üçün nağıldı, min arzula alışırdıq, yanırdıq. Özümüzü biz hamıdan ağır, özümüzü nə bəxtəvər sanırdıq. Mektep illəri, ömrümün en şirin duygulu kaygısız günleri, her anı bir ömre beraber seyirli günleri, en temiz arzulu günleri. Mektep illeri, ömrümün en şirin duygulu kaygısız günleri, her anı bir ömre beraber seyirli günleri,
Mektep illeri ömrümün en şirin duygulu kaygısız günleri. Her anı bir ömre beraber seyirli günleri. En temiz arzulu günleri. Mektep illeri ömrümün en şirin duygulu kaygısız günleri. Her anı bir ömre beraber sihirli günleri. En temiz arzulu günleri. En temiz arzulu günleri. En temiz arzulu günleri. Giyimimiz, hüququmuz biridir. Şagirdidir hamımızın adı da. Elə bil ki boyumuzda eynidir. Aman Allah ne xoşbəxtlik biz onda. Bir müəllim töhmətiydi dərdimiz. Bir töhmətdən için yanardı. Hələ onda bilmirdik ki bunu biz. Bir gün necə həsrət ilə anarıq. Dünya hələ bizim üçün nağıldı. Min arzula alışırdıq, yanırdıq. Özümüzü biz hamıdan ağıllı, özümüzü nə bəxtəvər sanırdıq. Mektep illeri ömrümün en şirin duygulu kaygısız günleri. Her anı bir ömre beraber seyirli günleri. En temiz arzulu günleri. Mektep illeri ömrümün en şirin duygulu kaygısız günleri. Her anı bir ömre beraber seyirli günleri. En temiz arzulu günleri. Hele onda bu dünyanın şerinden, yalanından haberimiz yok idi. Qəm qüssəmiz, kədərimiz bir damcı. Hələ onda sevincimiz çox idi. Yazılanı bir silgiyle pozmaqdayıq. Bizim üçün nə asandı, nə asan. Xəbərsizdik ömrümüzə biz hələ. Talih yazan pozulmayan yazıdan. Dünya hələ bizim üçün nağıldı. Min arzula alışırdıq, yanırdıq. Özümüzü biz hamıdan ağır. Məktəbimizin direktoru Gülafət müəlliməyə verir. Her vaxtınız xeyir olsun əziz müəllimlər, əziz 11-ci sinifin valideynləri, 1-ci sinif şagirdləri. Bugün 11'lerin hayatında önemli bir gündür. İlk növbədə elə bir gün ki, bugünkü gündə onlar
hayatının bir mərhələsini, uşaqlıq mərhələsini arkada qoydular. Yeni başlanğıclar onları gözləyir. Çox bir gözəl anda Azərbaycan Respublikasının çəkləndiyi bir dövrdə onlar həyata addım atırlar. Torpaqlarımız azad olunubdur. Azərbaycanın hər yerində yüksəlişlər gedir. Dövlətimizin, ulu öndərimizin layiqli davamçısı İlham Əliyev cənablarının gənclərə qayğısı günü-gündən artır. Bu qayğılar sizə aiddir, əziz 11-lər. İlk növbədə mən sizi təbrik edirəm, uğurlar arzu edirəm. Gəlin qonaqlarımıza təqdim edək. Düzdür, icra nümayəndəsinin icradan, Zaqatala rayon icra hakimiyyətində nümayəndəmiz olmalıdır. Tahir müəllim səhərdən zəng elədi ki, Bakıdan qonaqlarımız var, çatıra bilmədik. Və onların salamlarını icra başçısı Mübariz müəllimin, cənab Mübariz müəllimin salamlarını sizə çatdırıram, təbriklərini sizə çatdırıram. Kəmalə müəllimə, sektor müdiri Kəmalə müəllimənin təbriklərini sizə çatdırıram və dəyərli qonaqlarımızı sizə təqdim edirəm. Bugünkü gündə bizim tədbirimizdə Zaqatala rayon icra hakimiyyətinin Aşağı Çardaqlar kəndi icra nümayəndəsi Şəmsiyyət xanım, Şəmsiyyət müəllimə dəvət edilmişdir. Çox sağ olsun gəlib. Və bizim təqaüddə olan bizim dəyərli müəllimlərimiz Cavahir müəllimə və dəyərlimiz Məhəmməd müəllim, bir daha sizi salamlayıram, xoş gəlmişsiniz deyirəm və mənim üçün çox belə bir həm önəmlidir, həm də bir çox şadam ki, bunun üstündə bizim sevincimizə qoşulursunuz. Və bir daha əziz 11-lər sizi təbrik edirəm. Yeni həyata addımlayırsınız, başlanğıclar sizi gözləyir. O başlanğıclarda birlik, iradə, dözüm, sizin həyata olan addımlarınız olsun. Uğurlar arzu edirəm, hər addımınız uğurlu olsun. Arzu edirəm ki, kəndimizin, elimizin, obamızın fəxri olasınız. Ali məktəbə sənəd verənlərimiz tələbə olsunlar. Digərləri də həyatda öz yerlərini tutsunlar. Və Azərbaycan xalqının, kəndimizin, elimizin layiqli vətəndaşları olasınız. Bir daha sizləri təbrik edirəm. İndi isə dövlət himnini səsləndirək. Əziz tədbir iştirakçıları, vətənimizin, torpağımızın bütövlüyü uğrunda öz canlarından keçən şəhidlərimizin əziz xatirələrini bir dəqiqəlik sükutla yad edək. Abi səsə bax.
Allah rəhmət eləsin. Əziz 11-cilər, bugün sizin hər birinizin həyatında həm sevinçli, həm də kədərli bir gündür. Kədərli gündür ona görə ki, bugün sizə qələm tutub yazı yazmağı öyrədən müəllimlərinizdən və 11 illik məktəb həyatınızdan ayrılırsınız. Eyni zamanda sevinçli gündür ona görə ki, bugün siz yeni müstəqil həyata, gənclik həyatına qədəm qoyursunuz. Bu yolda sizə uğurlar arzulayır. İndi isə gəlin 11-lərin mahnısını dinləyək. Gözümün önünde atılı bir tatlım, seninle büyüdüm, boya başa çarptım, elime kalem tuttum, yanını kazandım, seninle keşkimi, sevgimi ben taktım, sevgilerimiz artık kaldı arkada, daha ellerimiz, kalmaz ellik arkada, dolar gözlerimiz, bir gün düşünce yata, bir yolda heremiz, başlar yeni hayata. Terk etmedik yerler, daha son veririz, mektepliklerle, çektikleri bütün, emeğinden göre, sonsuz teşekkürler, aziz müəllimlerle. Olmaz ki, amasız zamanı, artık ki yaşadık, bizler de bu anı, gündemizde bugün, sonraki yaşanır, bugün mezun kimlik, terk edirik buranı. Mektebilerimiz artık kalıp arkada, daha ellerimiz kalmaz ellik arkada, dolar gözlerimiz bir gün düşünce yada, bir yolda heremiz başlar yeni hayata. Mektebilerimiz, daha ellerimiz, dolar gözlerimiz, bir yolda heremiz, başlar yeni hayata. Mektebilerimiz artık alıp arkada, daha ellerimiz, olmaz ellik arkada, dolar gözlerimiz, bir gün düşünce yada, bir yolda heremiz, başlar yeni hayata. Başlar yeni hayata. Başlar yeni hayata. Əziz qonaqlar, indi isə sözü qonaqlarımıza veririk. Buyurun, Məhəmməd müəllim. Buyurun. Hörmətli valideynlər, hörmətli qonaqlar, hörmətli dəyərli bizim müəllimlərimiz. Bugün
Azərbaycan Respublikasının ümumi təhsil məktəblərində son zəng tədbiri keçirilir. Böyük bir önəmli haldır. Bəli, insan həyatında tarixi günlər çoxdur. O tarixi günlərdən biri də, bax, bugün bizim 11'lərimiz yaşayır. Mən birinci növbədə 11-ci sinifin bütün şagirdlərini təbrik edirəm. Sözün əsl mənasında siz mənim dəyərli şagirdlərimiz olmuşsunuz və mən sizin həyatınıza uğurlar arzulayıram. Ən əsası, insan üçün müqəddəs sərvət olan can sağlığı qismət eləsin. Ondan sonra çalışın, məktəbin, valideynlərin, bax bu müəllimlərin, bu gözəl kəndin adını həmişə şərəflə uca tutasınız. Eyni zamanda da mən bu gözəl övladları həyata bəxş edən valideynləri təbrik edirəm. Allah övladlarından sevinəsiniz. Bu ən sevinilən gününü siz də yaşayırsınız. Və arzumuz eyni zamanda mən birincilərədir. Və onlar da inşallah gün o gün olsun onların da gözəl bir 11'lerin sırasında onlar da durub. Onların da belə bir gözəl günü görmək valideynlərə qismət eləsin. Ancaq mən şəxsən böyük hörmət bəslədiyim ki, Vəfat müəlliməni təbrik eləmək istəyirəm. Bütün müəllim kollektivini təbrik edirəm. Əziyyətləri əvəzsizdir və Allah sizin əziyyətlərini itirməsin. Və bir daha hər birinizə can sağlığı arzulayıram və təbii ki biz istəyirik 11'lerin gözəl uğurları eşidək. Sizdən də bir rica edəcəm, bir gözəl alqışlar gəlsin. Ay maşallah. Təşəkkür edirəm hər birinizə. Çox sağ olun Məhəmməd müəllim. İndi isə sözü Respublikaların İcra Hakimiyyətin Aşağı Çataqlar Kəndi Ərazi üzrə nümayəndəsinin katib müavini Şəmsiyyət xanım Əlixanovaya veririk. Buyurun Şərif bəy. Hörmətli müəllimlər, əziz valideynlər, dəyərli məzunlar. Mən də sizin hər birinizi bir daha salamlayıram. Mən əziz məzunları Aşağı Çardaqlar Kənd İnzibati Ərazi Nümayəndəliyi adından təbrik etmək istəyirəm. Arzu edirəm ki, harada olsanız, hansı vəzifədə olsanız, hansı peşəni seçsəniz də vətənə layiqli, vicdanlı bir şəxsiyyət olarsınız. Bu son zəng uğurlu gələcəyinizin başlanğıcı olsun. Bir daha təbrik edirəm, uğurlarınız bol, yolunuz işıqlı olsun. Sağ olun. Çox sağ olun Şəmsiyyət xanım. Sizi təbrik edirəm. İşiniz də uğurlu olsun. Arzu edirəm ki, hər vaxt həm məktəblərlə, həm kənd cəmaatı ilə bir yerdə olasınız. İndi isə sözü məktəbimizin təqaüddə olan müəllimi, sevimimiz Cəvahir müəlliməyə veririk. Buyurun Cəvahir müəllimə. Salam, hörmətli valideynlər, məktəb kollektivi, məzunlar, məktəbimizin şagirdləri. Bugün çox önəmli bir gündür. Bütün valideynlərin, şagirdlərin də intizarla gözlədikləri son zəng günü. Son zəng günü bayram əhval-ruhiyyəsi. Bu əhval-ruhiyyə bugün bütün respublikamızda duyulur. Bu sevinənləri arasında bizim Aşağı Çardaqlar kəndinin də payı var. Mən çox şadam ki, bu tədbirlər rayon miqyasında, bəlkə də respublika miqyasında da bizim kənddə çox gözəl təşkil olunur. Şagirdlərin hesabına və müəllim kollektivin hesabına bilmirəm. Bu tədbirə iştirak edənləri etmək mənə də nəsib oldu. Kollektivə, öz kollektivimə minnətdarım bildirirəm ki, belə bir tədbirlərdə məni də yaddan çıxarmırlar. Mən də səhhətimə baxmayaraq bir tədbirdə iştirak etmək çox xoşlayıram. Əziz şagirdlər, məzunlar, sizin ballarınızla müəllim kollektivi maraqlanan kimi mən də maraqlanıram. Şagirdlər imtahan verəndə ən çox maraq ki, kim nə qədər bal topladı, kim nə qədər yığdı. Hər artıq bir yığılan bal mənim də sevincimə səbəb olur. Çünki mən də bu kollektivdən çıxmışam, bu kollektivdə qocalmışam, saçlarımı burada ağartmışam. Şagirdlərin hər bir uğuruna sevinirəm. Balamın uğuruna sevindiyim kimi, nəvəmin uğuruna sevindiyim kimi. Mən də məzunlara yaxşı yol arzulayıram. Həyatda uğurlarınız bol olsun. Yaddan çıxartmayın ki, sizin uğurlarınızı sevinənlərdən biri də mənəm. Sizə yaxşı, xoş günlər arzulayıram, uğurlar. Sağ olun.
satırlar yazdım, ben mısralar çizdim. Ne satırlar yazdım, ben mısralar çizdim. Sana bu şiiri yazdım, sana bu şiiri yazdım. Gülüm gülüm gülüm, gülüm gülüm gülüm. Benim yarım gülüm, gülüm gülüm gülüm. Ben kedersen kim, önümde diz çökün. Bana hoştur çekim, bana hoştur çekim. Zulüm zulüm zulüm, zulüm zulüm zulüm. Benim yarım gülüm, gülüm gülüm gülüm. İlk dəfə məktəbə qədəm qoyduğumuz gün bizi məktəbin həyətində bir nəfər qarşıladı. O bizə ibtidai siniflərdə dərs demiş, bizim ilk müəllimlərimiz olan Aynur müəllimə idi. O bizə əldə qələm tutmağı, ana vətən sözünü yazmağı öyrədib. Onun şəxsində sanki biz ikinci anamızı qazandıq. Mənim ilk müəllimim şeiri. Hara getsəm mənim ilk müəllimim, əziz adın düşməz bir an dilimdən. Ana vətən kəlməsini ilk dəfə yazdırmısan sən tutaraq əlimdən. Tərbiyəçim olmusan, neçə bahar, neçə qış. Sənin qara saçların dərs deməkdən ağarmış. Saçların dərs deməkdən ağarmış. Neçə məktəb tutarsam da yenə mən. İlk müəllimim, yenə sən yenərsən. Mən hörmətlə çəkəcəyəm adını. Yaşın ötüb saçlarına düşsə də. Əziz müəllimlər, çəkdiyiniz vəziyyətlərə görə çox sağ olun. Əziz məzunlar, sizə də bundan sonraki həyatınızda uğurlar arzulayıram. Gəlin indi ibtidai sinif müəlliməmizə, Aynur müəlliməyə söz verək. İlk növbədə hamınızı salamlayıram. Əziz 11-cilər, siz mənim üçün hər biriniz əzizsiniz. Sizi çox istəyirəm. Sizə gələcək həyatınızda uğurlar arzulayıram. Gözəl gələcəyiniz olsun. Əziz birincilər, sizə də təhsilinizdə müvəffəqiyyətlər arzulayıram. Sağ olun.
İndi isə bizim yolumuza daim işıq saçan nəinki müəllim, həm də qayğıkeş bir rəhbər, səmimi bir dost və ikinci valideynimiz olan Ayşə müəlliməni böyük alqışlarla dəvət edək. Mənim üzü gözəl, qəlbi gözəl, mərifətli, ağıllı, dəyərli, çox sevimli şagirdlərim. Mən sizin hər birinizi ürəkdən təbrik edirəm. Son zənginiz mübarək olsun, əziz uşaqlar. Bu son zəng məktəb həyatınıza son qoysa da, həyat məktəbinizin bir başlanğıcı deməkdir. Həyatın keşməkeşli yollarında heç zaman büdürənməyəsiniz uşaqlar. Ağıllı olun, dürüst olun, hər zaman doğru yolun yolcusu olun. Səsiniz həmişə uca zirvələrdən gəlsin. Ata-ananın başınızı hər zaman uca tutun. Gələcəyin tələbələri, tələbə adını qazanmaqdan ötürü əziyyət çəkən şagirdlərim, sizə də gələcək təhsildə uğurlar diləyirəm. İnşallah ürəyinizdən keçən, arzuladığınız sənət sahibi olacaqsınız, biz də sizə baxıb gurur duyaq. Mən də əziyyət çəkən valideynlərə təşəkkür edirəm. Var olasınız, yaxşı ki varsınız, yaxşı ki mən də sizin rəhbəriniz olmuşam. Sizi çox sevirəm. Günay Məndə, Günay Məndə. Ödülən valideyn. Mən də ilk öncə valideynlər sizin, rəhbərliyimizi, məzunları salamlayıram. Həqiqətən də mən onları o qədər çox istəyirəm ki, bəlkə də bir etiraf eləmək istəyirəm Gülafət müəllimə. Bunlara bu 11-ci sinifdə bu boyda şıltaq deyim, erkən olmağının bəlkə səbəbkarı demək olar ki özüməm. Onlara o qədər üz verdim, üz deyən necə deyim, o qədər güzəştə getdim ki halalınız olsun. Həqiqətən də sizi çox istəyirəm. Hər birinizin ayrılıqda ürəyimdə yeriniz var. Həyatınızda uğurlar arzulayıram. Yolunuz açıq olsun. Hara gedirsiniz gedin, ağıllı başla. Həmişə dediyim sözdür. Ağıllı olun. Ağıllı olsaq hər bir qapı sizin üçün açıq olacaqdır. Birincilərə də sizə də uğurlar arzulayıram. Finallarım daha yaxşı oxuyun. Həqiqətən də sizə güvənimiz böyükdür. Sizdən gözəl nəticələr gözləyirik. Biraz da səylə çalışın. Təbii ki bu işdə bizə valideynlər də kömək olasıdır. Sizdən daha çox görüşəcək inşallah. Uğurlar bir daha. Başta hörmətli direktorumuz Yaqub müəllimə olmaqla dəyərli kollektivimizi, valideynləri və şagirdləri salamlayıram və xoş gəlmisiniz deyirəm. İlk mənim iş fəaliyyətimdə bir gözəl sonucu şahid olmaq mənim üçün həm sevinçli, bir o qədər də qürur verici bir hissdir. Belə bir gözəl günü bizə yaşatmağa nəsib edən təbii ki şəhərlərimizi, qazilərimizi və əsgərlərimizi unutmamalıyıq. Onun üçün də hər bir şəhidimizə Allahdan rəhmət, qazilərimizə şəfa, əsgərlərimizə isə can sağlığı arz edirəm. Arz edirəm ki, bugün səhifkarlarına olan 1-ci və 11-ci sinif şagirdləri hər birinizi ürəkdən təbrik edirəm. Qədəm qoyduğunuz milli həyat yolunda sizlərə bol uğur, müvəffəqiyyətlər və ən əsasda can sağlığı arz edirəm. Arz edirəm ki, millətimiz, dövlətimiz üçün layiqli şəxsiyyət, valideynləriniz üçün isə layiqli yollardan olasınız. Və hər zaman qəlbinizdə vicdan hissini unutmayasınız. Bir daha təbrik edirəm, çox sağ olun. Bayaqdan bizi seyir edən dediyimiz hər kəlməyə diqqət kəsilən, bəzən gülüb, bəzən gözləri dolan, bizə həyat verən qayğıkeş və mehriban valideynlərimiz, ürəyiniz doludur, arzularınız sonsuz. Təbrik üçün sözü sizə veririk. Tədbir iştirakçıları hamınızı salamlayıram və ilk öncə istəyirəm bizim övladlarımıza dərs deyən
indiyə kimi üzərində əməyi olan müəllimlərimizi təbrik eləmək istəyirəm. Sizə çox sağ olun deyirəm müəllimlər. Sizə minnətdarlığımızı bildiririk. Və bir də məzunlara üzümü tutub deyirəm ki, məzunlar sizə gələcək həyat yollarınızda uğurlar arzulayıram. Kim hansı sənətə, hansı peşəyə yönəlmək istəyirsə arzusuna çatsın. Yolunuz açıq olsun. Təbrik eləyirəm. Sağ olun.
birinciler mahnısını dinleyelim. Ey aziz birinciler, bugün bayramınızdır. Sevinin siz şenlerin, sizin bu hakkınızdır. Koy sesiniz ucalsın, semalara her zaman. Yüzünüzden tebessüm, eskik olmasın bir an. İndi isə çıxış etmək üçün söz Zaqatala rayon İcra Hakimiyyəti başçısının nümayəndəsi Tahir müəllim Kamalova veririk. Buyurun Tahir müəllim. Çox sağ olun. Hörmətli müəllimlər, valideynlər, məzunlar, birincilər, mən sizin hər birinizi bu gözəl gün münasibəti ilə təbrik edirəm. Rayon İcra Hakimiyyəti başçısı hörmətli Mübariz müəllimin təbriklərini, salamlarını sizə çatdırıram. Sizin hər birinizə gələcək həyatınızda uğurlar arzulayıram. Birincilərə də müvəffəqiyyətlər arzulayıram. O gün olsun, onlar da 11-i bitirsinlər, ali təhsil müəssisələrinə qəbul olsunlar. Valideynlərə göz aydınlığını verirəm. Əməyi keçən hər bir müəllimə sağ olun deyirəm. Onların gələcək fəaliyyətinə uğurlar arzulayıram. Sağ olun. Çox sağ olun Tahir müəllim. İndi isə sözü Aşağı Çardaqlar, Zaqatala rayon İcra Hakimiyyətinin Aşağı Çardaqlar kənd ərazi üzrə nümayəndəsi İlahə müəlliməyə veririk. Buyurun İlahə müəllimə. Çox sağ olun Rəfət müəllimə. Hörmətli müəllimlər, əziz məzunlar və valideynlərimiz, hər birinizi salamlayıram. Əziz 11-cilər, sizin hər birinizi bu məzun adı münasibətilə ürəkdən təbrik edirəm. Sizə 11 illik məktəb həyatını bitirdikdən sonra münasibəti ilə təbrik edirəm. Və gələcək həyatında sizə öncəliklə can sağlığı arzulayıram. Vətənimiz, dövlətimiz üçün layiq vətəndaşı olmanızı arzulayıram. Valideynləriniz, müəllimlərinizin fəxri olmanızı arzulayıram. Və mən bir də ki, bizim dəyərli müəllimlərimizin gənclərimizə keçdiyi əməyi, biliyi, tərbiyəni xüsusilə vurğulayıram. Sağ olun, məzun adınız mübarək olsun. Sağ olun.
Kimin son zəng tədbiri məhz sizin doğma məktəbimizlə vidalaşdığınız gündür. Bugün hər birinizin həyatında maraqlı, unudulmaz, yadda qalan günlərdən biri ki, xatirinizdə həmişəlik iz buraxacaq. İndi isə 11-ci sinif qızların əksini izləyək.
Karayeva Rəfsanə, Əliyev Qurban, Şabanova Ayşə. Raziyeva Gülxanım, Qurbanova Zeynəb, Səmədov Zakir. Muradova Şansu, Abakarova Xədicə, Mamayev Zeynəb, Qurbanov Kamal. Sen çalıştık, sen eğlendik, İşreflerin heyecanı, Berlinlerle tanıştık anını. Raziyə Qazı, Səmədova Şəfa, Mehdiyə Zumrad. Bizim son nağmemiz, Abakarova Burak, Səmədov Abakar. Mahmudcanov Amin, Sofya İlkan, Mamayev Amin. Muradova Jalə, Muradov Məhəmməd, Bagzayeva Fatima. İndi isə vinyetka təqdimatı üçün sinif rəhbərimizi dəvət edirik. Sinifimizin usta mezunu. Amin. Sinifimizin sarışın mezunu. Şansu. Sinifimizin Balaca mezunu. Reksane. Sinifimizin Dalaşkan mezunu. Şahane. Sinifimizin Sakit mezunu. Gülhanım. Sinifimizin futbolcu mezunu. Amin.
Əziz 11'lər, 11 il əvvəl çantaları özlərindən böyük, bugünkü gün boyları məndən uca 11'lər. İlk növbədə sizi bir daha təbrik edirəm. Sizə uzun ömür, can sağlığı arzu edirəm. Arzu edirəm ki, səsləriniz ali məktəblərdən gəlsin. Xoşbəxt bir ailə başçısı olasınız. Uğurlarınız davamlı olsun. Valideynləri təbrik edirəm. Əziz valideynlər, balalardan sevinəsiniz. Siz də, biz də, bu şagirdlərimiz də, bu məzunlarımızdan həmişə fəxr eləyək. İndi isə son zəngi vurmaq üçün 11-ci sinif şagirdi, bizim dəyərli şagirdimiz, əzizimiz Mahmudcanov Amir və 1-ci sinif şagirdi Şabanova Ayşəyə həvalə edirik. Əziz birincilər, sizi də bir daha təbrik edirəm. Gün o gün olsun ki, 11'lerin dayandığı kürsüdə siz dayanasınız. 11-ci sinifi gözəl müvəffəqiyyətlərlə başa vurasınız. Və Ayşə müəllimə sizə də uğurlar arzu edirəm. Bilirəm ki, elə zavuçuma da bayaq mənə deyir ki, mən uşaqların saxlıqlarını gizlətmişəm. Bəli, gizlətmişsiniz. Mən onu bilirdim. Yerli yersiz çox da əsəbləşirdim, udurdum ya nəysə. Əsas odur ki, onlar bizim balalarımızdır. Xoşbəxt olun həmişə. Bir daha uğurlar. Bir də mən bunu deməyə bilmərəm. Sizin ilk məktəbə gələn gününüzü xatırladım. Yadındadır, ilk zəng günündə mənim padruqam, mənim yaxınım, bizim məktəbimizin dəyərli müəllimi, Allah qəni rəhmət eləsin. Gülü müəlliməni xatırladım. Burada çıxış elədi və dedi, ay müəllimlər, siz diqqət yetirin bu sinifə. Bu sinifdə bir qəribəlik var. Qəribəlik odur ki, bu sinifin 2 qat əkizləri var. Amirlə Amir, Türkanla, Gülxanımla Qazı. Arzu edirəm ki, xoşbəxtliyiniz də 2 qat olsun. Ona da Allah rəhmət eləsin. Aynur müəlliməyə də təşəkkür edirəm. Həmişə belə dəyərli, ağıllı şagirdlər yetişdirəsiniz. Sağ olun. Amirlə Ayşə. Ana, Ayşə burası kızdır. Ayşə, göndərin də uşağı. Gəl, Amir. Geyimimiz, hüququmuz biridir, şagirdidir hamımızın adı da. Elə bil ki boyumuzda eynidir, aman Allah nə xoşbəxtdik biz onda. Bir müəllim töhmətiydi dərdimiz, bir töhmətdən için yanardı. Hələ onda bilmirdik ki bunu biz, bir gün necə həsrət ilə anarıq. Dünya hələ bizim üçün nağıldı, min arzun alışırdıq, yanırdıq. Özümüzü biz hamıdan ağır, özümüzü nə bəxtəvər sanırdıq. Dilləri ömrümün ən şirin duyğulu qayğısız günləri, hər anı bir ömrə bərabər seyirli günləri. İndi isə sözümü sinifimin çox dəyərli, çox sevimli şagirdimiz olan Jaləyə vermək istəyirəm. Buyurun Jalə, ürək sözlərinizi deyin. Salam, hörmətli müəllimlər, əziz valideynlər və sevimli sinif yoldaşlarım. Bugün burada son zəngdə məktəb həyatımızın son səhifəsini çevirərkən sizin qarşınızda durmaq həm böyük bir qürur, həm də biraz kədər hissidir. Bəlkə də bu divarlar arasında son günümüzdür. Amma ki, xatirələrimiz bizimlə bir ömür boyu gedəcək. Əziz sinif yoldaşlarım, həyatımızın
Son pilləsində sizə uğurlar arzulayıram. İnanıram ki, bu sinifdən çıxan hər bir insan cəmiyyətə öz tövbəsini verəcək. Əziz müəllimlər, səbriniz, fədakarlığınız və hər birimiz üçün çəkdiyiniz qayğıya görə təşəkkür edirik. Ən sonda isə deyim, həyat hələ yeni başlayır. Hədəflərimiz, arzularımız, qorxularımız var. Amma ən əsası inamımız var. Özümüzə və bir-birimizə. Təşəkkürlər, gülüşləriniz, səbriniz və bu illər üçün.